Tural bəy, Adnan Əhmədzadənin həbsi hələ də gündəmdən düşmür. Mən bilirəm, siz bu barədə çıxışlarınız olub, mövqeyinizi bildirmişsiniz. Bugün bir xəbər yayıldı. Əhmədzadənin həbsi İspaniya klubundakı Azərbaycanlı uşaqlara da təsirsiz ötüşməyib. Belə ki, artıq 2 ildən çoxdur ki, Marset Futbol Akademiyası ilə Asta Azərbaycan Sport Talent Akademiya arasında əməkdaşlıq çərçivəsində 30-dan çox Azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. Deməli, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra Marset Azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Buna səbəb Astanın növbəti ay üçün ödənişlər etməməsidir. Belə çıxır ki, dövlətin zamanında Adnan Əhmədzadəyə tapşırdığı bəzi işlər ki, bir nümunəsi budur ki, Marset Futbol Akademiyasında uşaqların futbol oynamağını öyrədilməsi, nə bilim, media ilə bağlı tapşırıqlar vardı, başqa sahələrdə xeyriyyə aksiyaları vardı. İndi Adnan Əhmədzadə yoxdursa, bunların heç biri olmayacaq da. Valla elə çıxır da, elə çıxır ki, Adnan Əhmədzadə deyir ki, bu pullar mənim şəxsi pulumdur, özüm qazanmışam, halal yolla qazanmışam və indi vermirəm. Məni tutmazınız, verərdim. Yəni, dövlət, baxın, bunlar özlərini bəzən o qədər varranırlar, o qədər oliqarxlaşırlar ki, adam 500.000 Sürixdə səhv eləməmizə 500.000 cərimə ödəyib, avtomobil cəriməsi. 500.000 ki, adam pravasını alıblar ki, eləmə bu səhvi, bir deyilib, pravasını alıblar, pravası sürüb və 500.000 cərimə ödəyib. 500.000 nə deməkdir? Bir dənə yoldaşından şəklini paylaşdı. 500.000 dollar? Bəli, 500.000 avro. 1 milyona yaxın. Baxın, məlumat çıxıb, sonra o yaxınlar, bu yaxınlarda yoldaşının şəklini paylaşdılar. Yoldaşının bir boyunbağı var idi, 400.000 avroya. İlan formasında 400.000 avroya. Yəni, Bulqar nə brendində. Yəni, bu adam artıq özünü dövlətdən böyük görür. Mən xatırlayırsınız, bu ifadələr zamanında Ramiz Mehdiyev, Əli Həsənov bunlara qarşı işlətmişdim ki, elə insanlar var ki, özlərini dövlətdən böyük görürlər. Özlərini, o məsəl üçün deyək də, baxın, bu adam Ronaldonu gətirir təyyarə ilə Bakıya və bunun qarşılamağına nazir mavini çıxırsa və bu nazir mavindən başına salam verir və Ronaldonu götürüb aparır öz maşınına və nazir mavini orada qalsa, demək bu nazir mavinin, nazir zadı fırlanmır da, yəni bir mənada deyil, siz kimsə, mən özüm dövlət boyda adamım. İndi də dolayısıyla hələ, baxın, Əli Qandallı içəridə oturub, oradan belə dövləti şantaj edir. Şantajdır da bu, maliyyə şantajıdır ki, bax, mən onu eləməyəcəm, bunu eləməyəcəm. Dövlət də nə eləməlidir? Həbs qoymalıdır. Necə ola bilər? Bax, mən sizə bir şey deyim. Adi bir banka 5 manat borcun olan kimi, adi bir banka 5 manat, avtomobilinə həbs qoyurlar, evinə həbs qoyurlar, nəyinə həbs qoyurlar. O vaxtı mən sizə deyim, 2011-ci ildə, 2010-cu ildə aksiyalara çıxdığıma görə, yəni biz piket təşkil elədiyimizə görə Azərbaycan məhkəməsi mənə 600 manat cərimələmişdi. Biz də siyasi aksiyalara etiraz olaraq bu cəriməni ödəməmək qərarı verdik. Gəldilər mənim evimdə, evdə lüstra qədər qeydi aldılar 600 manata, televizor qeydi aldılar, kresloları yazdı. Hansı ki, heç biri mənim adıma deyil. Evdə anamındır, əşyalar yarısı gəlinimiz vardı, onu ceyzid yarısı ev əşya. Mənim adıma heç deyil. Gəldilər onu yazdılar ki, ödəməsən bu lüstr gəlib söküb aparacaq. 600 manata görə haqsız yerə cərimələndiyimə görə. Düzdür, sonradan da gördülər ki, mənim heç nəyim yoxdur. Axırda məcbur elədilər, məni mənzil kommunal istismar sahəsində işçi kimi yazdılar ki, sən gündə gəlib bura qol çəkməlisən ki, işləyirsən, dalandar işləməlisən sən. Bax, valla ciddi deyirəm, gelin 41 saat çəkdə, dalandar. Hər gün gəlib qol çəkib işləməlisən sən burada. Orada getmədim, tutdular 8 tutka verdilər. Getdim, o içəridə oturdum, çıxandan sonra qərar çıxartdılar ki, bunun ödəmək mümkün deyil deyə ləğv olundu. Ödənməsi mümkün olmayan şey ki, bax, 600 manata görə. Qardaş, burada 2 milyard dollardan söhbət gedir, 2 milyard dollar. Azərbaycanın hərbi büdcəsi 5 milyard dollardır. Yəni 2 milyard dollar sən bu adamı vermirsən və bu dəqiqə yoldaşı da azadlıqdadır, ev eşiyi də öz adınadır, maşınları da Dubayda öz adınadır, nə bilim, beynəlxalq Avropa ölkələrində villalarda dövlət bəs əl qoydu. Türkiyədə görürsünüz, bir adam haqqında cinayət işi açan kimi onun bütün şirkətlərinə hamısına qoyulmalıdır. Bəzi niyə? Bəzi bilirsiniz nədir? Bakıda tutaq ki, nə bilim, Sibrizdə 2 villa. Bakıda Sibrizdə 2 villa olsun 4 milyon. 4 milyon nədir adam üçün? Adam deyirəm 500.000 cərimə ödəyir. Və yaxud da ki, nə bilim, şeydə, burada, Port Bakuda bir dənə ev, olsun 2 milyonda o, 6 milyon. 6 milyon nədir ki, 6 milyonda bu şeyin, Messi'nin qara qaşına, qara gözünə xərcləyən adamdır.
Düzdür ya yox? 6 milyon ilə yarısını ilə cərimə ödəyib də. Yəni indi mən sözümün cavabı odur ki, bunun hər şeyini həbs qoymaq lazımdır. Yeri gələndə baxın qarşısına sənəd qoymaq lazımdır ki, sən buradan sağ çıxmayacaqsan. Xalqın pulunu elə Həzmirabidən keçirmək olmaz. Baxın mən bax o Adnan Əhmədzadələrin hesabınadır ki, bu gün ictimai nəqliyyat 10 qəpik qalxır. Elə 2 milyard bu yeyəndə, 2 milyard o yeyəndə, 5 milyard o yeyəndə büdcə boşalacaq. Başıboş məmurlar da çıxış yolu tapmayanda nə edəcək? Vətəndaşların üstünə yükləyəcək. Cərimələri artıracaq, kommunal xərcləri artıracaq, nəqliyyat xərclərini artıracaq ki, büdcə dolsun. Niyə Adnan müəllim yeyib? İndi Adnan müəllim yediyini mən ödəməliyəm. Siz ödəməlisiniz. Niyə qardaş? Niyə? Hani bax dedilər Maybəxtlə gəlib də Formula 1-də orada tutulub. Maybəxtə həbs qoyulub. 500 min qiyməti var o Maybəxtin. Qoyulub həbs. Hani göstərsinlər də bizə, çıxartsınlar, hər raca satsınlar da, ya dövlətin nəfinə keçirsinlər də. Türkiyədə yenə gibi, axırıncı mən sizə deyim, vergi işindən bağlı hələ, vergi işindən bağlı Can Holding var, Can Holding. Evet. Show TV, Habertürk nəzdində olan bir holding, 170'e yaxın şirkəti özündə birləşdirir. Bütün şirkəti əl qoydu dövlət və bizim qəyyum adadır. Yəni ki, sistemi çöktürmədi, zavodları, fabrikləri bağlamadı. Çünki iş yerləri var, insanlar işləyir, gəlir var. Neynədi? Aldı ondan qəyyum qoydu ki, şirkətləri, holdingləri işlət, büdcəyə də vergi də ver filan da ver filan. İndi sabada onu dövlət nəfinə keçirəndən sonra olacaq dövlət müəssisələri. Vəssalam. İndi bunu da elə eləmək lazımdır. Hər şeyin əlindən almaq lazımdır. Qardaş, sən nə işləmsən? 2023-cü ilə qədər Sokarda, nə bilim, satış departamenti şöbəsinin rəisinin mavini. Düzdür ya yox? Rəisin mavinin maaşı bəlli, bu qədər. İşləmirsən, ayda bu qədər almışsan, bu qədəri sənindir, qalanını versən dövlətə və sən alırsan. Necə olur ki, xatırlayırsınız o Zülfiqarov qardaşları var idi. Ramiz Mehdiyev əl-avtomatlı adamları göndərmişdi kabinetinə. Tutdular, şeylədilər, elə türmədə qol çəkdirdilər adama Ramiz Mehdiyevə. 2 qardaşını buraxdılar ki, bir qardaşını buraxdılar, get sənədləri notariusda keçir bizim adımıza. Düzdür, Ramiz Mehdiyevin oğlunun adına keçirdilər, oradan da buraxdılar. İndi şəxsi aid olanda, şəxsi qazanc olanda belə eləmək olur, amma dövlətin xeyrinə olmur. Hani bax bu şeyin Hacıyevin, nədir onun adı? Beynəlxalq Bankın Cahangir Hacıyevin uğradığı milyardlar hani? Arvadı yiyib orada Həzmirabidən oturub Londonda özü üçün. İndi itinə pişiyinə 500-600 avroya paltar alır. İtinə 500 avroluk paltar alır. Düzdür ya? Və yaxud da ki, Xəzər adaları tikmişdilər. Dövlətdən milyardla şey götürdülər. O da indi qalıb orada ağzı küləyə dağılır. O pullar niyə alınmır insanlardan? Niyə geri qalır? 1 milyarda yaxın kredi götürür. Yəni niyə qaytarılmır? O daşa betona verib tikir, deyirəm malı ver. Onun dəyəri yoxdur. Yəni bütün o qardaşlar oturub demək lan pulları gətir qardaş, xalqın pulunu gətir. Yəni izah elə bildim nə demək istəyirəm. Ya bu məsələlərdə xalqın malına diqqət çox olmalıdır. Yəni bu xalqın beytülmaldır, xalqın malıdır. Adnan olmur ki, mən olmur. Məsələn, hadisə bir şeydir. Avtomobil yol nəqliyyat hadisəsi baş verəndə, əgər avtomobil gedib işıqfora dəyibsə, işıq dirəyinə dəyibsə, həmin hadisənin törədəndə deyilə gətir işıq dirəyinin pulunu ödə. Dövlət əmlakına zərər versə, ödəməlisən. Bir dənə baxın, bir avtomobil, mənim yadımdadır. Hansısa dairədən çıxıb girmişdi dairənin içində, orada kolluqların üstünə çıxmışdı. Birisi səhv eləmirsə 7 min ya 8 min o dekorativ kollar adı altında ondan pul aldılar. Kol ağac. Ki bu 6 minlik dekorativ kollardır bunlar. Nə tor olar bu Adnan Azadə, millət Hacızadə deyirəm, Əhmədzadə. Millətin milyardlarla pulunu yeyib, keyflə də elə oturub oradan deyim, futbolun pulunu vermirəm, onun pulunu vermirəm. Vermə. Siz alın biznesi verin mənə, verin sizə, biz ödəyərik. Hələ ondan 2 dəfə çox xərcləyərik dövlət üçün. Kimin pulunu kimi xərcləyirsən, neysən?